Ödənişli parkinqdə maşınımı necə pulsuz saxlaya bilərəm? Bunun üçün siz parklanma talonu almalısınız. Parklanma talonunu Azparking tətbiqindən almaq mümkündür. Bunun üçün tətbiqi yükləyirsiniz, nömrənizlə qeydiyyatdan keçirsiniz və aşağıda sağda profil düyməsini sıxırsınız. Bundan sonra isə fərdi parklanma talonu seçirsiniz. Burada müraciət etmək düyməni basırsınız. Vətəndaşlığını seçirsiniz və öz PIN kodunu və maşının nömrəsini seçirsiniz. Bundan sonra müraciət et düyməsini basırsınız və burada artıq qeydiyyat ünvanımızı görə bilərik. Onu deyim ki, parklanma talonu sizin qeydiyyat ünvanınıza uyğun verilir. Müraciət et düyməsini basırıq və təxmini bir həftə sonra eyni fərdi parklanma talonunu bölməni seçərək biz artıq hazır talonumuzu görə bilərik.